Salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizə çox ləzzətli, həqiqətən nəticəsi super alınan bir börək resepti təqdim edirik. Bunun üçün ilk öncə sosumuzu hazırlayırıq. 2 ədəd yumurta, 200 ml süd, 100 ml bitki yağı və 100 ml mineral su. Qazlı mineral sudan əlavə edirik. 2 qaşıq da qatıq əlavə edib qarışığımızı qarışdırıb kənarda gözlədirik. İçliyimiz üçün 500 qram ağ pendirdən istifadə etdik. Pendirimiz biraz duzlu idi. Ona görə duz əlavə etmirik. Yarım dəstə cəfəri xırda-xırda doğrayıb yaxşıca qarışdırıb içliyimizi hazırlayırıq. Soba listimizi 4 gün seçirik. Siz istədiyiniz formada seçə bilərsiniz. Alt hissəsini yağlayırıq. Biraz çox yağlayırıq ki, yapışma olmasın və aldığımız hazır börək və baklava hamuru istifadə etdik. Bu xəmir digərlərindən həqiqətən çox ləzzətli idi və çox da qəşəng nəticəsi oldu. Xəmir çox nazikdir. Və buna görə də 3 listi bir yerdə götürüb soba listinin üzərinə yerləşdiririk. Üzərinə biraz soslayırıq və içlikdən əlavə edirik. Alt qat olduğu üçün. Və üzərinə yenidən 3 qat xəmirdən əlavə edirik. Üzərinə içlik, yenidən 3 qat xəmir, üzərinə sos, bu ardıcılıqla davam edirik. Alt qatındakı xəmirlərin böyük olduğunu nəzərə alaraq 2-3 qatında kənarlarından biraz qopardırıq və həmin qırıqları yenidən öz aralarına əlavə edirik. Siz bunu etməyə də bilərsiniz. Sadəcə olaraq alt qatı kənardan soba listinə yapışmasın deyə bunu etdik. Və beləliklə içlik bitənə qədər ardıcıllıqla davam edirik. Son içliyimizi qoyuruq. Üzerini xırdalanmış olduğumuz yuxalarla örtürük. Həmin xəmirin yuxalarını xırdalayırıq və üzerini örtürük. Və sonda bütün qalan sosumuzu əlavə edirik. 3-5 dəqiqə soba listində gözlədirik. Əvvəlcədən 180 dərəcə qızmış sobamızda 40 dəqiqə ərzində bişiririk. Tam 40 dəqiqədə bişdi. Nəticəsinə söz ola bilməz. Həqiqətən də çox ləzzətli, xırt-xırt. Bu arada sobamızı fanlı rejimdə bişirdik. Sobamızda çünki içərisi yumuşaq və üstü xırt-xırt alınsın deyə. Çox bəyənildim. Ümid edirəm ki, siz də edib bəyənib fikirlərinizi bizimlə bölüşəcəksiniz. Diqqətiniz üçün təşəkkür edirik. Fikirlərinizi, kommentlərinizi, bəyənilərinizi, paylaşımlarınızı gözləyirik. Sağ olun.